Bugün UEFA Çempionlar Liqasında 8'də 1 final mərhələsinə start verilir. 4 görüş başlayacaq. Kifayət qədər maraqlı oyunlar var. Saat 21:45-də Galatasaray öz meydanında Liverpoolla üz-üzə gələcək. Bu komandalar liqa mərhələsində üz-üzə gəlmişdi və Galatasaray həmən maçdan bir sıra hesablı qələbə ilə ayrılmağa bacarmışdı. Bu dəfə Liverpool azından həmən məğlubiyyətini, revanşını almaq üçün mübarizəyə atılacaq. Digər 3 görüş isə gecə saat 12-də başlayacaq. Maraq doğuran maçlardan biri İngiltərədə baş tutacaq. Newcastle və Barcelona komandaları üz-üzə gəlir. Düzdür, Barcelona duelin favoriti hesab olunur, amma Newcastle da bu mövsümə işte pis komandalardan sayılmır. Maraqlı oyun olacaq. Atletico Madrid Tottenham'la qarşı-qarşıya gəlir. Tottenham'da vəziyyət yaxşı deyil. Premier Ligada kollektiv artıq Championship'ə yuvarlanmaq üzrədir. Yəni bu mövqedə qərarlaşıb. Komandada yeni baş məşqçi Igor Tudor da ola bilər ki, o da postundan qovulsun. Atletico Madrid isə bu il çox yaxşı durumdadır, çox yaxşı vəziyyətdədir və cütün favoriti məhz Atletico Madrid hesab olunur. Daha bir maraqlı oyundur. Atalanta Bayern München maçı da bu gecə keçiriləcək. Mövsümün ən yaxşı komandası deyərdim Bayern München. Bugün səfərdə Atalanta komandasına qarşı necə mübarizə aparacaq? Atalanta isə bu cür güclü kollektivə qarşı hansı metodla mübarizə üsulunu seçəcək? Bu da təbii ki maraq doğuran tərəflərdəndir. Bu oyunlar barədə fikirlərinizi rəy bölməsində yaza bilərsiniz.